İçəri şəhərin Qoşaqala meydanında Qarabağ Mədəniyyət Xəritəsi Hər rayonun öz səsi adlı festival keçirilib. Tədbirdə Qarabağın zəngin mədəni irsi, musiqisi, milli dəyərləri və sənət ənənələri nümayiş olunub. Festivaldan əməkdaşlarımızın reportajı var. Yurdumuzun ölməz dastanıdır. Qarabağın ab-havası, milli ruhu bugün Bakıda hiss olundu. İçəri şəhərdə keçirilən Qarabağ Mədəniyyət Xəritəsi Hər rayonun öz səsi festivalı yerli sakinlərlə yanaşı turistləri də Qoşaqala meydanına cəlb etmişdi. Əsasən nələr təqdim olunur festivalda? Qarabağımızın mədəni irsi, onun musiqi alətləri olsun, milli geyimləri olsun, mətbəxi və Qarabağ atı nümayiş olunur. Həmin Qarabağ atı ki, onun üzərində Şuşa və Cabral xalçalarının naxışları əks olunur. Bizim stendimizdə hal-hazırda müxtəlif naxışlardan ibarət olan xalçalı parçalardan geyimlər hazırlanıb. Bunlara daxildir çantalar, papaqlar, araqçınlar, əbalar, müxtəlif milli geyim üslubunda hazırlanmış geyimlər. Bu tədbirdə bu geyimlərə çox böyük maraq var. Ziyarətçilər iştirak edib, şəkil çəkdirirlər maraqla. Xarici turistlərin də çox marağındadır bu geyimlər. Təkcə geyimlər yox, elə festivaldakı bütün mədəniyyət nümunələri ziyarətçilərin marağına səbəb oldu. Buradan zövq alıram. Çox gözəl və fərqlidir. Ab-hava Bakının və Azərbaycanın əsl ənənələrini və köklərini əks etdirir. Azərbaycana birinci səfərimdir. Bu gözəl məkanı ilk dəfə ziyarət edirəm və insanların gülümsədiyini, əyləndiyini görməkdən zövq alıram. Mədəniyyətimiz barədə həm gənc nəsil arasında, həm burada olan turistlər arasında təəssürat yaratmaq baxımından, təbliğatı baxımından festival fəaliyyətini hazırki çox yüksək qiymətləndirirəm. Mən İngiltərədənəm. Buranın çox gözəl aurası var. İnsanlar da zövq alırlar. Mən də xoşbəxtəm və rəqs edirəm. Çox gözəldir. Rəqs və musiqi nümunələrinin əks olunduğu festival sabah da davam edəcək. Lalə Alaferdiyeva, Fariz İşxəlizadə, Şahin Qasımova, ATV Xəbər.